السلام عليكم ورحمة الله وبركاته. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. وأشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدا عبده ورسوله وصفيه وخليله، بلغ الرسالة وأدى الأمانة ونصح الأمة وجاهد في الله حق جهاده حتى أتاه اليقين، صلى الله عليه وعلى آله وأصحابه وسلم تسليما كثيرا. اللهم لا علم لنا إلا ما علمتنا إنك أنت العليم الحكيم. اللهم يا معلم آدم وإبراهيم علمنا، ويا مفهم سليمان وداود فهمنا. اللهم إنا نسألك علما نافعا ورزقا طيبا واسعا وعملا متقبلا وشفاء من كل داء. أما بعد. Bize gizli değil ki artık bizim möhtərəm qonaq, bizim əzəmətli qonaq Ramazan ayı gəlib artıq yetişməyə. O Ramazanın gəlməsinə demək olar ki 2 həftəyə yaxın vaxt qalıb. 2 həftədən də az. Elə isə bu ayın fəziləti bizə gizli deyil. Və Allah Taala Cəllə Cəlaluhu necə ki mövsümləri bir-birindən üstün elədiyi kimi, həmçinin günləri də bir-birindən üstün elədiyi kimi, Allah Taala ayları da bir-birindən üstün eləyib Cəllə və Alə və Təqəddəs. Və Allah Taala bu ayı rəhmət, tövbə, Quran, şəfa və Allah Subhanahu razılığı ayı eləyib Cəllə Cəlaluhu və Təqəddəs əsma'u. Necə ki bunu əgər insan dərk eləsə, bunu istişar eləsə, bunu həqiqətən də qiymətləndirməyə çalışsa və Allah Taala Cəllə və Alə və Təqəddəs bu ayı ən əzəmətli rükünlə bağlayıb. Bu ayı ən əzəmətli rükünlə bağlayıb. O da nədir? O da orucla bağlıdır. Şək yoxdur ki, oruc İslamın 5 rükündən biridir. Necə ki Abdullah ibn Umarın hədisində Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: Buniyəl İslamu alə xams, şəhədəti ən la ilahə illallah və ənə Muhammed Rasulullah və iqamis salati və itaiz zəkat və savmə Ramazan və həcc beytillahil haram. İslam 5 əsas üzərində bina edilmişdir. Allahdan başqa ibadətə layiq olan haqq məbud olmadığına şahidlik eləmək, Muhammed sallallahu aleyhi ve sellemin elçisi olmaq, onun elçisi olduğuna şahidlik eləmək, namaz qılmaq, zəkat vermək, oruc vermək və Allahın evini həcc eləmək. Və sələflər ümumən həmçinin də Ramazandan əlavə Zilhiccənin ilk 10 gününü onlar nə edirlər? Əzəmətləndirərlər. Çünki Zilhiccənin də ilk 10 günü nə ilə bağlıdır? İslamın digər rükünü ilə bağlıdır. O da həcclə bağlıdır. Və həmin o 10 gündə Arafa günü var və s. Və lillahilhamd vəl minnə. Yəni bu mövsümlər həqiqətən də Allah Subhanahu taala rəhmətidir. Əgər biz bunu dərk eləsək, Allah Subhanahu taala bizi müvəffəq eləsin. Tayyib. Deməli məsələ nə ilə bağlıdır? Bizim üzərimizə məlumdur ki, Allah Taala öz kitabını nazil eləyib. Cəllə və Alə və Təqəddəs. Allah Taala buyurur: İnna enzelnahu fi leyletin mübarəketin inna kunna munzirin. Biz bu Quranı mübarək bir gecədə, yəni xeyri çox olan gecədə nazil etdik. Biz həqiqətən də xəbərdar eləyənlərik. Və Allah Taala bu kitabı, bu Quranı, əzəmətli kitabını ən fəzilətli insanlardan olan peyğəmbərinə, ən fəzilətli mələklərdən olan mələklərdən olan elçi vasitəsilə, Cəbrail vasitəsilə ən əfsəl gecədə, ən əfsəl ayda və ən əfsəl ümmətə nazil eləyib. Ramazan ayında. Və lillahilhamd vəl minnə. Həmçinin Allah Taala buyurur: İnna enzelnahu fi leyletil qadr. Biz bu Quranı Qədr gecəsində nazil. Qədr gecəsi nəyə görə Qədr adlanıb? Çünki onun dəyər qiyməti var, qədri var. Ona görə Qədr adlanıb. Ona görə dəyər qiyməti olduğuna görə ona Qədr deyirlər. Qədara. Qiymətləndirmək. Və lillahilhamd vəl minnə. Ən birinci bizim üzərimizə vacib olan Allah Taala'ya tövbə eləmək, bütün günahlardan istiğfar eləmək, bağışlanma diləmək. Əgər belə olsa Allah Taala günahlarımızı bağışlayar, dərəcələrimizi artırar və bizi müvəffəq eləyər xeyir əməllərə. Bizi müvəffəq eləyər xeyir əməllərə. Allah Taala buyurur: Ya eyyuhellezine amanu tubu ilallahi tawbatan nasuha. El-ayə. Ey iman gətirənlər, Allaha səmimi şəkildə hamılıqla bərabər tövbə eləyin. Asa rabbukum en yukeffira ankum seyyiatikum və yudxilakum cennetin tecri min tahtiha'l anhar. Ola bilsin Rəbbiniz sizin günahlarınızı bağışlasın və sizi ağaclar altından çaylar axan cənnətə daxil eləsin. Ən birinci budur. İkinci məsələ, xüsusən də üzümü tuturam
sehirlə, gözdəyməklə, həsədlə düçar olan müsəlmanlara, xəstə müsəlmanlara mənə diqqətlə qulaq asın və bu diqqətlə bu nəsiyyəti qəbul eləyin. Həqiqətən də bu olduqca əzəmətli bir nəsiyyətdir. O da nə iləndir? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: İzə cəə Ramazan futtihət əbvabul cənnə və gulliqət əbvabun niran və sulsilətəş şeyatin. Ravahu Muslim. Ramazan gəldiyi zaman cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirlənər. Və burada hədisdə nəzərdə tutulan şeytanların hamısı yox. Şeytanların başçıları, ən məridləri, ən çox üsyankarlıq edən şeytanlar nəzərdə tutulur bu hədisdə. Əgər belə olsaydı, onların hamısı zəncirlənsəydi, onda heç vəsvəsə olmazdı. Və bu da Allah Subhanahu hikmətinə ziddir. Vəsvəsə də olacaq, amma vəsvəsə azalıb, düşmən zəifləyib, düşmən dəhr olunub, yəni zəlil olub. Və bununla yanaşı istifadə eləmək lazımdır. İnsan ən birinci istifadə eləməlidir. Ey xəstə müsəlman, ey sehri düçar olan müsəlman, bu aydan səmərəli istifadə elə rüqyədə, özünü özü rüqyə elə və Allah Taala'nın kitabına yönəl və Allah Taala'nın kitabı şəfadır. Qul huve lillezine amanu hudan ve şifa. Denən o iman gətirənlər üçün hidayət və şəfadır. Denən o iman gətirənlər üçün hidayət və şəfadır. Və həmçinin Allah Taala buyurur İbrahim əleyhissalamın dilindən: "Və izə məridtu fehuve yeşfin." Mən xəstələndiyim zaman o mənə şəfa verər. Mən xəstələndiyim zaman, ədəbə bax Allahla. Demədi ki, o məni xəstə etdiyi zaman şəfa verər. Mən xəstələndiyim, yəni şəri özünə idafə eləyir, Allaha yox. Şəfa verər isə ona Allaha idafə eləyir. Bu da Allaha olan ədəbdir. Və lillahi elhamdu vel minnə. Bu aydan səmərəli istifadə, yəni əgər şeytanlar zəncirlənibsə, sənin bu ayda rüqyədən istifadə eləməyin olduqca əhəmiyyətlidir. Və nə qədər olubdur, biz təcrübə ilə görmüşük. Və lillahi elhamdu vel minnə. Ramazan ayında nə qədər adam şəfa tapıbdır. Nə qədər adam şəfa tapıb, xüsusən də sehirdən. Və siz bilirsiniz ki, sehir ən ağır növ xəstəliklərdən sayılır. Çünki sehrin müalicəsinə biraz vaxt lazımdır və gün ərzində Qurandan oxunan vird də çox olmalıdır. Xüsusilə də Ayətül Kursi, İxlas, Fələq, Nas və həmçinin başqa surələr. Xüsusən də Bəqara surəsi, Bəqara. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: Əxzuhə barakə və tərkuhə həsrə və lə təstəti'uhə l-batalə. Onu götürmək bərəkətdir, ondan möhkəm yapışmaq, sarılmaq bərəkətdir, onu tərk eləmək peşmançılıqdır. Batil əhli isə ondan heç vaxt bacara bilməz. Batil əhli onunla heç vaxt bacara bilməz. Və lillahi elhamdu vel minnə. Bu şeydən istifadə ediyor. İkinci məsələ. Bu ay dua ayıdır, dua. Dualarımızı artırın. Ümumən cümlə müsəlmanlar, həmçində öz nəfsimə nəsiyyətim odur ki, bu ayda etdiyimiz dualarımızı artıraq. Bu ay dua ayıdır. Və Allah Taala bu duanın əhkamlarını orucun əhkamları ilə yanaşı gətirir. Baxın, görün ayələrə. Allah Taala buyurur: Ya eyyuhellezine amanu kutiba aleykumus-siyamu kema kutiba alellezine min qablikum la'allakum tattaqun. Ey iman gətirənlər, oruc sizdən əvvəlki ümmətlərə fərz edildiyi kimi sizə də fərz edildi ki, siz Allahdan qorxub günahlardan çəkinəsiniz. Əyyəmən mə'dudat. Fəmən kana minkum maridan aw ala safarin fa'iddatun min ayyamin ukhar. Və alellezine yutiqunahu fidyatun ta'amu miskin. Fəmən tatawwa'a khayran fehuve khayrun lehu və en tasumu khayrun lekum in kuntum ta'lamun. Bu sayı bəlli olan günlərdir Ramazan. Sizlərdən kim səfərdə olarsa və ya xəstə olarsa, buraxdığı günlər qədər qəza eləsin. Kim könül xoşluğu ilə hər hansı bir əməl eləyərsə, Allah ondan qəbul eləyər və oruc da sizə oruc tutmaq nə qədər xeyirlidir, siz bunu bilsəniz. Şəhru Ramazan əlləzi unzilə fihil Qur'an hudəl linnəsi və beyinətin minəl hudə vəl-furqan. İnsanlara hidayət və böyük rəhbər olan Quran kitabı, Quran Ramazan ayında nazil edilmişdi. Ramazan ayında nazil edilmişdi. Sonra da Allah Taala zikr edir ki, yuridullahu bikumul yusr və la yuridu bikumul usr. Allah sizin asanlığınızı, çətinliyə düşməyinizi istəmir. Sonra da baxın, görün, oruc ayələri ilə əslində gör hansı ayə gəlir. Və izə səələkə ibadi anni fə inni qarib. Mənim qullarım səndən, mənim qullarım səndən mənim barədə soruşsalar, mən yaxınam. Demədi fəqul inni qarib. De ki, mən yaxınam. De ki, demədi. Quranın üslubuna baxsaq, Baxsın digər ayələrə. Allah Taala buyurur: "Və yesəlunəkə anil yetama, qul islahun lehum xeyr." Səndən yetimlər barədə soruşurlar. Denən onları islah eləmək, onların xeyrinə çalışmaq daha xeyirlidir. Yesəlunəkə anil xamri vel meysir, qul fihimə ismun kəbir və mənafi'u linnas. Səndən içki, qumar barədə soruşurlar. Denən orada fayda da var, ziyan da var.
وَيَسْأَلُونَكَ عَنِ الشَّهْرِ الْحَرَامِ قِتَالٍ فِيهِ قُلْ قِتَالٌ فِيهِ كَبِيرٌ. Səndən haram aylar barədə soruşurlar. Denən, o aylarda müharibə eləmək böyük günahlardandır. Bütün aylara baxsın, təşri ilə bağlı. Səndən soruşurlar, denən. Səndən soruşurlar, denən. Səndən soruşurlar, denən. Bir dənə bu ayədə demədi ki, denən. Duadır. Ona görə. Nəyə görə? Allah Taala dedi ki, mən yaxınam. Birbaşa dedi. Ona görə ki, Allah Taala öz qullarına Peyğəmbər sallallahu aleyhi və səlləmdən də yaxındır. Yəni Allahın bizə yaxın olması Peyğəmbər sallallahu aleyhi və səlləmə heç bir ehtiyac yoxdur. Peyğəmbər sallallahu aleyhi və səlləm yalnız və yalnız Allahın təşriini bizə təbliğ eləyir. Amma dua Allahın haqqı olduğuna görə Allah Taala birbaşa xitabı bizə elədi ki, mən onlara yaxınam. Ucibu da'vətəd da'i izə da'an. Mən dua eləyənin duasını qəbul eləyərəm. Fəliyəstəcibu li və li'minu bi ləalləhum yarşudun. Onlar da qoy mənim dəvətimi qəbul eləsinlər, mənə iman gətirsinlər ki, bəlkə nicat tapalar, bəlkə doğru yolda gedələr. Allah Taala müvəffəq eləsin bizi hər bir xeyrə bu dünya və axirətdə. Allah Taala bütün xəstə müsəlmanlara şəfa versin. Allah Taala günahlarımızı bağışlasın. Sallallahu sellem və baraka ala abdillahi və rasulih, Nəbiyyina Muhammed və ala alihi və ashabihi və elhamdülillahi rabbil alemin.